Ali İmran surəsi 200 ayədir. Rəhman və rəhim olan Allahın adı ilə. O şəxslərin əməlləri dünyada və axirətdə puça çıxacaq və köməkçiləri də olmayacaqdır. Ali İmran surəsi 200 ayədir. Rəhman və rəhim olan Allahın adı ilə. Allah onlara zülm etmədi, lakin onlar öz-özlərinə zülm etdilər. Ali İmran surəsi 200 ayədir. Rəhman və rəhim olan Allahın adı ilə. Allah zülm edənləri sevməz. Bunları ayələrdən və hikmətlə dolu olan zikirdən sənə söyləyirik. Əl-Bəqərə surəsi. Rəhman və rəhim olan Allahın adı ilə. Allah yalnız fasiqləri zəlalətə düçar edir. O kəslər ki, Allahla əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır və yer üzündə fitnə fəsad törədirlər. Məhz belələri ziyana uğrayanlardır. Ali İmran surəsi 200 ayədir. Rəhman və rəhim olan Allahın adı ilə. Küfrə can atanlar səni kədərləndirməsin. Əlbəttə, onlar Allaha heç bir zərər yetirə bilməzlər. Allah da istər ki, axirətdə onlara heç bir pay verməsin. Onları böyük bir əzab gözləyir. Əl-Əraf surəsi 206 ayədir. Rəhman və rəhim olan Allahın adı ilə. Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir. Əgər doğrusunuzsa, haydi, çağırın onları, sizə cavab versinlər. Yunus surəsi 109 ayədir. Rəhman və rəhim olan Allahın adı ilə. Onlar Allahı qoyub, özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və bunlar Allah yanında bizdən ötürü şəfaət edənlərdir deyirlər. De, Allaha göylərdə və yerdə bilmədiyi bir şeyi mi xəbər verirsiniz? Allah özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır. Yusuf surəsi 111 ayədir. Rəhman və rəhim olan Allahın adı ilə. Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar. Əl-Həc surəsi. Rəhman və rəhim olan Allahın adı ilə. Bu belədir, çünki Allah haqq, ondan başqa ibadət etdikləri isə batildir. Həqiqətən Allah ucadır, böyükdür. Ər-Rəd surəsi. Rəhman və rəhim olan Allahın adı ilə. Allahın cəzası şiddətlidir. Haqq olan dua yalnız ona, Allaha olan duadır. Ondan başqasına edilən dualar qəbul olunmaz. Ali İmran surəsi 200 ayədir. Rəhman və rəhim olan Allahın adı ilə. Əlif, lam, mim. Allahdan başqa heç bir tanrı yoxdur. Əzəli, əbədi varlıq odur. Ali İmran surəsi 200 ayədir. Rəhman və rəhim olan Allahın adı ilə. Allah onlara zülm etmədi, lakin onlar öz-özlərinə zülm etdilər. Allah istədiyini azdırar, istədiyini isə düz yola yönəldər. İlahi Rəbbim, gəlmişik, bu ağanın ziyarətinə gəlmişik. Pərverdigara, and verik sənə bu ağanın xatirinə ki, bu ağanın çəkdiyi zülmlər xatirinə, bu ağa o ağadır ki, Pərverdigara divar arasından çıxarılmışdır, Pərverdigara Peyğəmbər balasıdır. İlahi Rəbbim, bu ağanın xatirinə, bu ziyarətinizi bizdən qəbul edin. İlahi Rəbbim, bizlərlə gələn xəstələr var, o xəstələrə şəfa hasil edin. Evlərimizdə xəstələrimiz var.
o xəstələrə də ilahi Rəbbi bu ağanın xatirinə şəfa acil. Ağa səndən istəyirik ki, keçsin Peyğəmbərlər istəyirsən şəfaətini, o da Allahdan istəsin. Pərverdiyara, öz izzeti cəlalının xatirinə, birliyin xatirinə, vəhdəniliyin xatirinə, ilahi Rəbbi. Cəmiyyən arzu çəkənlər çoxdur bu ağanın ziyarətinə gəlmək istəyənlər, onlara da nəsib elə yine. İlahi Rəbbi, bundan qeyri ağalarımız var Kəlbəlada, Xorasanda, Şamda və Pərvəriyə, hər ziyarəti sənin beytin, Allahu Pərvəriyə, beytin ziyarətini arzu gələnlər var. Əta elə yine. İlahi Rəbbi, bu ağanın dünyada ziyarətini, ahirətdə şifaətini bizdə nəsib elə yine. Rahmet ya Erhamer Rahim. Bunu ziyaret edin. Allah. Nesveliyle her bir yerde bağım gelir, ziyaret edeyim inşallah. İnşallah. Bu yana kadınlar çekiyor. Bu yana kadınlar çekiyor. Kişiler için kadınlar doyuyor. Əl-Əhqaf surəsi 35 ayədir. Rəhman və rəhim olan Allahın adı ilə. Allahı qoyub qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha çox azmış kim ola bilər? Halbuki bunlar onların ibadətindən xəbərsizdilər. Əl-Əraf surəsi 206 ayədir. Rəhman və rəhim olan Allahın adı ilə. De, Rəbbim ədaləti əmr etdi. Hər səcdədə üzünüzü bütlərə deyil, ona tərəf və ya qibləyə tutun. Allaha, dini yalnız ona məxsus edərək ibadət edin. Sizi yoxdan yaratdığı kimi yenə onun hüzuruna qayıdacaqsınız. Allah insanların bir qismini doğru yola yönəltdi. Onların bir qismi isə haqq yoldan azmağa layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərini havadar tutmuşdular və özlərinin doğru yolda olduqlarını güman edirlər. Əl-Əraf surəsi 206 ayədir. Rəhman və rəhim olan Allahın adı ilə. Allah onlara salih övlad verdikdə, Adəm və Həvvadan qeyri valideynlər özlərinə verdiyi ilə əlaqədar Allaha bir para şəriklər qoşmağa başladılar. Allah isə ona qoşulan şəriklərdən ucadır. Əl-Əraf surəsi 206 ayədir. Rəhman və rəhim olan Allahın adı ilə. Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir. Əgər doğrusunuzsa, haydi, çağırın onları, sizə cavab versinlər. Əl-Həc surəsi Rəhman və rəhim olan Allahın adı ilə. Bu belədir, çünki Allah haqq, ondan başqa ibadət etdikləri isə batildir. Həqiqətən Allah ucadır, böyükdür. Koydun anavı gittin, koydun anavı gittin, meydan-ı Ali Ekber, meydan-ı Ali Ekber, neydan-ı sabretsin, neydan-ı sabretsin, icran-ı Ali Ekber, İcran-ı Ali Ekber, boynun anavi yettin, boynun anavi yettin, meydan-ı Ali Ekber, meydan-ı ceşerleşsin, İcran-ı Ali Ekber, İcran-ı Ali Ekber, İmcine alim yetmez, o kolsuz alem davret, derdi kalbi oğlum, söylerdi bu dil davret, eylerdi terahhümle, ahırına bina çare, koymazdı vatan ismin,
Yusuf surəsi 111 ayədir. Rəhman və Rəhim olan Allahın adı ilə. Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar. Əl-Əraf surəsi 206 ayədir. Rəhman və Rəhim olan Allahın adı ilə. Səhər axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma. Rəbbinin yanında olanlar ona ibadət etməyi özlərinə ar bilməzlər. Onu pak, müqəddəs tutub şəninə təriflər deyər və ancaq ona səcdəyə qapanarlar. Əl-Həc surəsi Rəhman və Rəhim olan Allahın adı ilə. Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın. Şübhəsiz ki, Allahdan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər. Lap hamısı bunun üçün bir yerə yığışsa belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də. Əl-Əraf surəsi 206 ayədir. Rəhman və Rəhim olan Allahın adı ilə. Səhər axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma. Rəbbinin yanında olanlar ona ibadət etməyi özlərinə ar bilməzlər. Onu pak, müqəddəs tutub şəninə təriflər deyər və ancaq ona səcdəyə qapanarlar. Əl-Əraf surəsi 206 ayədir. Rəhman və Rəhim olan Allahın adı ilə. Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir. Əl-Maidə surəsi 120 ayədir. Rəhman və Rəhim olan Allahın adı ilə. Dikinə qoyulmuş daşlar üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır. Əl-Həc surəsi Rəhman və Rəhim olan Allahın adı ilə. Bu belədir, çünki Allah haqq, ondan başqa ibadət etdikləri isə batildir. Həqiqətən Allah ucadır, böyükdür.